Bakıda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının 9 yaşlı övladının işgəncə ilə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Zanitlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədri ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Yaşar Abbasov 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, 9 yaşlı fiziki qüsurlu Əli Seyidvəlioğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir. Yaşar Abbasova qarşı cinayət məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, 120.2.4-cü, yəni xüsusi amansızlıqla qəsdən adam öldürmə, 120.2.9-cu, yəni təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə, 133.2.4-cü, yəni əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə maddələrlə ittihamlara sürülüb. Onu da qeyd edək ki, zərər çəkən şəxsin hüquqi varisi olan anası İpək Əhmədova hazırda məhkumdur. O, narkotik vasitələrin qanunsuz istifadəsi ittihamı ilə həbs olunub. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.